Ayrılıq vaxtı çatıb, məktəbə gedirik biz. Bağçayla vidalaşıb, bu şeiri deyirik biz. Unutmarıq biz səni, mehriban əziz bağça. Dayanıb bir sırada, biz deyirik əlvida. Unutmarıq biz səni, mehriban əziz bağça. Dayanıb bir sırada, biz deyirik əlvida, əlvida. Hayatını ışıklandırmaya çalışırıq. Necə ki, siz bizim nurumuzsunuz. Gün işimiz dünya görür. Və biz çox xoşbəxt oluruq. Tək uşaqlar xoşbəxt olsun. Sizi xoşbəxt eləməyə çalışırıq. Siz də oxuyanda, ağıllı hərəkətlər eləyəndə, düzgün davranışınız olanda biz şad oluruq, sevinirik. Verdiyimiz tərbiyənin nəticəsini görürük. Verdiyimiz təhsilin nəticəsini görürük. Ümid edirəm məktəbə gedəcəksiniz, bizim üzümüzü ağ eləyəcəksiniz. Necə ki, valideynlərinizin üzünü də ağ eləyəcəksiniz siz var edəsinizdə. Hərinizi təbrik edirəm. Ümid edirəm ki, siz universitet məzunu olacaqsınız. Buna söz verirsiniz mənə? Uşaqlar, bugün mən sizin müəllimlərinizi də təbrik edirəm. Sizin kimi gözəl balalarınız üzərində əziyyət çəkiblər. Onların hər birinə ayrılıqda təbrik edəcəm. Necə ki, sizləri də təbrik edəcəm. Bu məclisimizi açıq elan edirəm, təcrübəmizi açıq elan edirəm. Bir də sonda sizi təbrik edir, sizi mükafatlandıracağım. Görün necə gözəl çıxışlar edirsiniz.
hamamın onların ilk dostuyam. Əlifbanı orada öğrendim. Şiir dedim, rəqs elədim. Mərdəm əlimdən tutduğu yazmağı öğretti. İndi məktəb yoxsan, çantamazı mən hazıram. Sağ ol, baxacam, sağ olsan, biz səni unutmarıq. Unutmarıq et zaman böyük əməlimiz. Ey mehriban dostumuz, əziz müəllimimiz. Dəsə gedirəm, çala verirəm, oxumağını mən çox sevirəm. İki, üç, beş, qiymətlərim beş. İki, üç, beş, qiymətlərim beş. Çoxlu oxudum, əlaçlı oldum. Yaşımız, gedək bəktəmə, gedək xamımız. Biz unutmarıq sizi hər zaman. Burada dost olduq, neçə qız oğlan. Yayıldı şərşən nəğmələrimiz. Əlvida bağça, məktəbliyik biz. Bağçada hər günümüz çox maraqlı sər keçir. Gələcəyə yolumuz bizim bağçada keçir. Əlvida əziz bağça, bugün deyib uşaqlar artıq arxada qaldı. Səninlə keçib
çatıb məktəbə gedirik biz, bağçayla vidalaşıb bu şeiri deyirik biz. Unutmarıq biz səni, mehriban əziz bağça, dayanıb bir sırada biz deyirik əlvida. Unutmarıq biz səni, mehriban əziz bağça, dayanıb bir sırada biz deyirik əlvida, əlvida. Cənubu mirvarisi, şair dillər əzbəri, dadlıdır rəngisi. Çox sevir itmalı, üstə yolu rəfmalı, faydası çox itmalı, sağlam edir insanı. Fərqiyəm sənərə, günəş kimi yanır, bu bayramın hər zaman mən təxirə sənərəm. Fərqiyəm bir baxam, ilk baxardan sorağam, ancağında yerlənən ayıcızı bayrağım. Ayıqın abbət deyirəm, ata deyirəm, azadayam, ata ana da deyirəm. Çox sağ ol cüzdən və yaxşı özümə ağıllı bilikli dostlar tapdım. Bu gün biz ölkəmiz üçün çox önəmli bir gün qeyd edirik. 1993-cü ildə ümumilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı və ölkəmizdə sabitlik, inkişaf və sülh başladı. Heydər Əliyev Azərbaycanın xilaskarı oldu. Biz balacalar bu tarixi heç vaxt unutmayacağıq. Azərbaycanımızı çox sevir və onu qoruyacağıq. Bayramın mübarək, Azərbaycan! Günündə onun da adına çatdı, üç rəngli bayrağını zirvələrə ucaltdı. Yurdumuzun üstündə qovdun qara kölgəni, məhv olmaqdan qorudun, xilas etdin ölkəni. Çiçəklənər ölkəmiz Gülüstan'a oxşayır, özün olmasan belə əməlləri yaşayır. Vətən yolunda qurban doğulur, oğul vətənə qurban doğulur. Gör necə qəribə doğulmuşuq biz, bir vətənimiz, bir ürəyimiz. Ürəkdən qüddətə, hikmətə bir bax, vətən havası dönər ancaq. Qeyrətini görəndə yağ qoxaq çəkər, bu dağlara çıxırıq, düşmənlərə dağ çəkər.
gedirik biz, bağçayla vidalaşır. Bu şehri deyirik biz, unutmarıq biz səni. Mehriban əziz bağça dayanıb bir sırada, biz deyirik əlvida. Unutmarıq biz səni, mehriban əziz bağça dayanıb bir sırada, biz deyirik əlvida, əlvida. Bir ana kimi sevdin, böyüttün hamımızı. Unutmarıq biz səni, sevimli bağçamızı. Unutmarıq biz səni, mehriban əziz bağça dayanıb bir sırada, biz deyirik əlvida. Unutmarıq biz səni, mehriban əziz bağça dayanıb bir sırada, biz deyirik əlvida, 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 əlvida. Ayrılıq vaxtı çatıb, məktəbə gedirik biz, bağçayla vidalaşır. Bu şehri deyirik biz, unutmarıq biz səni, mehriban əziz bağça dayanıb bir sırada, biz deyirik əlvida. Unutmarıq biz səni, mehriban əziz bağça dayanıb bir sırada, biz deyirik
Dönüp şurada küçük kıza sevinciyle yürürüm. Doğma mektep yollarında bir vaxt senin sözlerine gizli gizli gülerdik biz. Deyendeki vaxt gelecek, bu günleri anacaksınız. Aziz müəllimim, dediklerin doğruymuş setir setir. Ne olur sen o günleri bir canlı geri getir. Aziz müəllimim, dediklerin doğruymuş setir setir. Ne olur sen o günleri bir canlı geri getir. Diyendeki saçınızı koşu hörük örmek için uçlarına beyaz lenti kepenektek vurmak için. Siz çok şeyden geçeceksiniz. Hele de sen için alovlanıp yanacaksınız. Onda beni anacaksın. Aziz müəllimim. Kendini yarattınız burada. Güzel Əlvida Bağça tədbiri yarattınız. Hər birinizə buna görə təşəkkür edirəm. Çox sağ olun. Bu əziyyəti çəkən müəllimləriniz, valideynləriniz çox sağ olsun. Bugün mən sizi bir adlarınızı çəkəcəyəm və yaxınlaşacaqsınız. Gülzayda Hüseyin. Gəl. Gəl. Gəl görüm bura. Aziz müəllimim, dediklerin doğruymuş satır satır. Ne olur sen o günleri bir canlı geri getir. Kesin orada. Gel. Burada dur. Benim nasıl çalsın? Bizim güzel kızımız. Bakrova Zeynep. Gel. Gel. Bahçeden babası söylüyor. Dediklerin doğruymuş setir setir. Ne olur sen o günleri bir canlı geri getir. Aziz müəllimim, dediklerin doğruymuş Mənim müəllimliyi dəvət etmək istəyirəm. Direkt söyləyən müəlliminiz Xanım müəllim. Təbrik edirəm. Didan Əlimerdanova. Mən xüsusilə uşaqlarımıza, artıq
gerçekten çoxdur bizimlə bir yerdə olan uşaqlarımıza və müəllimlərimizə şad xəbər vermək istəyirəm. İyun ayının 25-də Dənizkiz Uşaq Bağçası yeni təmirli, tam şəraitli bir binaya köçüb, artıq biz həm də məkanımızı dəyişmiş oluruq. Biz gedirik gözəl bir şəraitinə, daha yaxşı, daha çox uşaqla dənizkizi yüksəklərə qaldırmağa. Çox sağ olun, nə qədər yanımda olduğunuz üçün və bundan sonra olacağınız üçün təşəkkür edirəm. Deməli, adlarını çəkmək istəyirəm. Xanım müəllimə uşaqların dərsliyi, həftə 2 dəfə baxımsız ilə gəlir dərsliyi. Nafiqə səhərdən axşama kimi onların yanındadır zaten. Sevgili balaların bir müəlliməsidir. Daha sonra Səba müəllimə söhbəti, ikinci sinif müəlliməsidir. Bir siniflər onlar. Daha sonra həftəlik, aylıq, nə vaxt, nə lazım oldu yanımızda olan Həmidə xanım psikolojumuz uşaqlarla məşğul olur. Logopedimiz Mehriban xanım ilə uşaqlarla məşğul və eyni zamanda bizdə mərkəzimizin mesestrası bir bacısıdır. Mehriban xanım hər həftə bu uşaqların nə lazımsa yoxlayır. Çox hər bir təmizliyi, bütün şəraitinə fikir verir Mehriban xanım. Artıq o öz işini çox gözəl bilir. Eyni zamanda bizim uşaqların müayinəsini aparır. Həba müəllimə haqqında danışdı. Badə müəllimimiz bu stil müəllimimiz uşaqlara ümumi baxış keçirir. Onların həm də dünya görüşünə görə uşaqların davranışları, uşaqlarda olan qeyri-adi hərəkətlər və yaxud da nəsə olsa həmin məni məlumatlandırır. Hər zaman bir böyük kimi gözüm uşaqların üzərindədir. Ona görə bunun üçün sizə təşəkkür edirəm Badə xanım. Çox sağ olun. Və bütün kollektivimiz çox sağ olsun. Burada olub, yəni ürək burada olub, əziyyəti burada olub, əmək burada olub, amma özlərinin hal-hazırda burada olmayan Məryəm Məmmədova və Könül Nuriyeva. Onlara da təşəkkürümü bildirirəm. Çox sağ olun. Hepiniz sağ olun. Together
Qarabağda yetişirsin, Cıdır düzündə yetişən çiçəksin. Başqa heç bir məmləkətdə yeşərməzsin. Gözəl saksıda toprağa əkilsən də, sən Şuşayı bir kimsəyə dəyişməzsin. Sən Şuşayı bir kimsəyə dəyişməzsin. Canım cananımsan, ürəyim qanımsan, mənimlə nəfəs alan şah damarımsan. Bekliyorsun beni rüzgarlara salan. Ayrılıq vaxtı çatıb, məktəbə gedirik biz. Bağçayla vidalaşıb, bu şehri